Teşekkür ederim. Ne gördün yine? Hı. Kokteyl falan hazırladım. Ha, sağlam ol. Ha, şöyle. Ha, YouTube'da falan da görmüş olabilirsin. Çok. Burası çok qəşəngdir. Hələ yazda elə gözəl qızıl güllər açır burada. Ha, o deyə bax onlar. Deyə onlar var ya. O. Ha. Öyle güzel açırlar adam der. Necə? Yok yok, buradan hiç ne götürmək olmaz. Buradan hiç yok. Ne? Şimdi kişiye qalıb. 13 ne kadarsa. Çok güzel değil mi? Binisi. Gör ne kadar növbə var Zeynep. Gəl birinci biz müzeye gedək, sonra gələrik. Bəlkə o vaxta kimi azalar adam. Hele buradan girirsən, buradan da çıxırsan Zeynep. Başka yer yok. Çok qəşəng. Çok güzeldir. Dəymə ha. Yaxşı. Sadece baxmaq olar. Arı da var üstünde. Çok güzeldir bura. Zeynep, ayıp olsun, video çəkirəm. Wow. Neyinirsən? Yenə nəyə baxırsan? Ha, buradan giriyor. Gidelim bak, görmeyeceğim düzende. Bak bir ilmekle bir edir bak. Да, уже вечер, знаешь, в основном зарабатываешь. Вот он как раз пожар регион. Во время войны он был на компьютере, он был черно-белый. Что, наверное, работа делать, это и как с музычкой. Это реально так. Или музыкина. Ne oldu kız? Güzeldi. Altı çökendi. Hə də, çıxıntılıdır. Ha? Bu bitkini. Bunlar yeni nəsil xalçalardır. Bu əncirdir, armuddur. Əncirdir deyəsən. Buradan nar möhtəşəmdir. Hə, nar möhtəşəmdir sadəcə. Həqiqətən. Super. Haydi. Ay 2024-cü ildə. Güzel. Ha, təzə, yəni yeni nəsil xalçalardır bunlar. Çox gözəldilər. Resmen xalçın üzərində rəsm edirlər. Ha, çox gözəl. Bu da neft daşlar. Heç ara getmə öz başına. Zeynep, hara getsin? Gözdə gəl. Oh.
Yavaş kızım. Çok güzel. Esas binalar. Tapacağız. Rahat olmasa. Girmek istiyorsan bura. İstiyorsan oturup dincələ. Gel biraz oturup dincələ. Oy, ben şöyle yerlerden korkuram. Yo gözde biraz oturup. Geçeydi. Çok güzel. Başka bir aurası var. Eğer bu şey olmasa tam farklı bir aurası var. Sanki bir tarixdəsən. Bu dəqiqə deyil. Geldim. Sattık. Oo. Tamam. Her vaxtınız xeyir xanımlar. Bütün bir eşya almışam. Artıq çoxdandır, yəni fikirləşirdim, baxırdım. Biraz qərarsız qalmışdım açığı. Çünki çox, yəni brend var artıq, bilmirsən hansını alasan. Bir çeken aldım. Bunu aldım Baku Elektroniks'ten. Oradan ilk dəfə də nəsə alıram. Gücü 2000 wattdır. Yəni evdə ət çəkmək üçün əlverişlidir deyə bilirəm. Yəni araşdırdığıma görə. Elə bir əlavə olaraq belə bir nasatkaları da var. Yəni ki, istəsəniz qoz, fındıq və yaxud da ki, tərəvəz yoxlamaq üçün. Amma çox balacadır. Mən bunu təxmin edirdim ki, biraz daha qalın və iri olar. Çox balacadır. Belə 2 dənədir. Səhv etmirəmsə. Bunlardır. Belə həmin başı. Həmin bunları yerləşdirmək üçün başı. Ha, yox, biri də var. Təxmin edirdim. Bunu mən də heç kəs istifadə etmir. Həmçinin mən də. Çünki blenderda filan da belə şeylər var idi. Heç istifadə etməmişdim. Kimsə işlədibsə bundan xahiş edirəm. Mənə fikir. Yəni digərdə görək xoşlarına gəlir bu firma. Amma bu firmanın yəni ki tanışlarımda başqa şeylər var idi. Çox qəşəng idi. Yəni ona görə araşdıraraq baxıb almışam. Pis görsənmir. Hələ ki istifadə etməmişim. Bir dənə belə xırda başlıq çıxır. Sonra kalpasa üçün. Kalpasa saska filan eləmək üçündür. Neyse yəni bu yəni şəbəkədən heç bir şey almamışam. Nə bu elektronikdən, nə başqalarından. Hər zaman alanda yəsə tərəfdən alırdım. Ya da ki, mama Rusiyadan almışdım, göndərirdi və gətirirdi. İlk dəfədir yəni buradan bir şey aldım. Endirimləydi deyəsən. Adeta 200 manatdan mı düşmüşdü, yoxsa 100 neçə manatdan mı düşmüşdü, 100 manata. Belə görsənmir. Yüngül, balaca, udobunun yəni. Burada revis bilməsi də var. Yəni tutaq ki, ət filan qaldı içində. Geri işlətmək olur. Yandırıb söndürmə. Gareniyadır adı. Yəni pis deyil dediyim kimi. Tanışlarımda başqa şeyləri olub. Mikser, başqa filtrə filan. Yəni ki, heç kəs şikayət etmir bu firmadan.
İnşallah məndə. Məndə artıq 2 ilə yaxın idi, xarab olmuşdu. Ət çəkən. Həqiqətən əziyyət çəkirdim ət çəkməkdə filan və yaxud qəssablarda çəkdirirdim. O da tam ürəyimə yatmırdı ki, də gətirib evdə yuyursuz, eləyirsiniz, ondan sonra rahat-rahat yəni istifadə etmək. Ona görə belə aldım. İnşallah ki, yaxşı çıxar. Yəni, mən incitməz, əti filan, mənimki əti bütün əzirdi, pisikinə salırdı da. Həddindən artıq, yəni ət ziyan olurdu da, dadı filan olmurdu. Özünüzü qət çox belə əziləndə dadı qalmır. Bu da pis deyil, yəni buna da istifadə etmək olar məncə. Yəni tərəvəz filan tyorkalayanda, sonra mən Holland pendiri alıram, tyorkalayıb marazilkə qoyuram çoxlu, sonra rahat istifadə etməkdə. Onda filan istifadə etmək olar. Biz bu taxıb çıxartmağa biraz çətindir indikilərim. Əvvəl belə taxırdım, məndəki sadə idi. Buradan vururdum. Bunda isə biraz fərqlidir. Buradan basırsan, oturtmalısan. Bu rahat oturur. Amma ət çəkəninki biraz çətin oturur. İnşallah yaxşı olar. Yəni siz də bir fikir bizimlə yazarsınız şərhlərdə. Kimlərdə var bu firma, yəni razıdırmı? Və yaxud da dükanla o şəbəkələrdən aldığınız məhsullar olub, bu yaxşı çıxıb bu. İnşallah yaxşı çıxar. Heç bundan olmar, amal olmaz. Sağ olun.